rasional tərliklərdə. Məsələn, deyək ki, tutaq ki, deyək, məsələn, 1 bölünsün, x çıx 3 bərabərdir 2. Gəlin bu tənliyi həll edək. Məsələn, burada məxrəc hansı rəqəmləri ala bilməz? Hansı rəqəmləri məxrəc ala bilməz? Məxrəc burada 3 ala bilməz, düzdür? Yəni, x fərqlidir 3-dən. Bunu götürürük, yazırıq. Buna belə ad verək ki, dəyişənin ala biləcəyi mümkün qiymətlər. Orada belə formada yazılır. D dəyişənin ala biləcəyi mümkün qiymətlər. Belə yazanda biləcəkdir. Yəni, dəyişən x-dır burada. X hansı qiymətləri ala bilər. Yəni, burada DMQ x fərqlidir 3-dən başqa ala bilər. Deməli, yəni burada nə demək istəyir? Hər tərəfi x çıx 3 ifadəsinə vururuq. Niyə görə vururuq? Məxrəcdən azad olunsun. İndi nə edirəm? Məxrəcdən azad eləmək üçün hər tərəfi x çıx 3-ə vurdum. Yazıram. X çıx 3 vurulsun x çıx 3 bərabərdir 2 vurulsun. Bir tərəfi vururamsa, digər tərəfi də vurmalıyım. X çıx 3-ə. İndi bunlar bir-birini aparır. Alırıq nə? 1 bərabərdir 2 x çıx 6. Düzdür? 2x bərabərdir 7-yə. Çünki 6 gəlir digər tərəfə. X də bərabərdir 3,5. X 3,5. İndi yerinə qoyaq. Görə doğrudan da bu cavab həmin aldığımız tənliyin köküdürmü? Tənliyin kökü deyəndə tənliyin sonda aldığımız qiyməti nəzərdə tutulur. 3,5 almışıq. Bax, burada gətirib qoyuruq. İlkin qiymətdə qoyuruq. Yazıram 1. 3,5-dən çıxıram 3-ü. Bərabərdir 2. Hələ ki, ora gəlmirəm. Yaxşı, hələ ki, ora gəlmirəm. Bunu 1-i böləndə 0,5-ə cavab nə olur? 2 qalır, düzdür? Deməli, bu 2-yi, aldığım cavab 2-yi bu 2-yə bərabər elədi. Bərabər eləsə bu tənliyin köküdür, yoxsa kökü deyil. Bərabər olduğuna görə bu aldığım qiymət tənliyin kökü sayılır. İndi gəlin bir dənə başqa bir misal da götürək. Yəni, bir dənə burada əsas mahiyyət odur ki, tənliyin məxrəci 0 ola bilməz. Bunu bilirsiniz. Ümumiyyətlə, kəsirin məxrəci 0 ola bilməz. Gəlin başqa bir şeyə götürək. Məsələn, 12 bölünsün, məxrəcdə yazıram. X üstə gəl 5 bərabərdir. 4 bölünsün, x üstə gəl 2. Dəyişənin mümkün qiymətləri nələr ola bilər və yaxud da bilməz. Deməli, x fərqlidir. X fərqlidir. Mənfi 5-dən, yəni mənfi 5 ola bilməz. Mənfi 5 olsa 0 olacaq. Bir də x fərqlidir. Mənfi 2-dən. Mənfi 2 də ola bilməz. Mənfi 2 olsa, yenə cavabım 0-a gedəcək. Deməli, burada tənasübün əsas xassəsini istifadə edərək hər çarpazına vururuq da. Çarpaz şəkildə vururuq. Nə olur? 12 x üstə gəl 2 bərabərdir 4 x üstə gəl 5. Belə. Bu da olur 12x üstə gəl 24 bərabərdir 4x üstə gəl 20. 12x-dən 4x çıxanda 8x bərabərdir 20-dən də 24 çıxanda mənfi 4. Düzdürmü? X də bərabərdir mənfi 4-ü böləndə 8-ə. Bu da bərabərdir nəyə?
Burada mı yazmayayım? Bərabərdir. X də bərabərdir. Mənfi 2-də 1. Və yaxud da 0,5. Belə də deyə bilərik. X bərabərdir 0,5. Gəlin elə deyək. Mənfi 0,5. Hə, bunu aldım cavab. Aldım. Gətirib qoyuram ilkin qiymətdə yerinə. Birincidə qoyuram yerinə. 12 mənfi 0,5 almışam. Heç qoymasam da olar. Qoymasam da olar. Əsas odur ki, cavabım bu. O qoyarkən onu belə deyim də, yoxlamaq üçün qoyuruq ki, görə ödəyir, ödəmir. Qoymasaq da olar. Amma məsələn, gəlin bunu qoyaq. Görək, tapşırıqlarda məsələn, hər birində. Amma aldıqdan sonra, cavabı aldıqdan sonra bura baxırıq. Baxırıq ki, yox, bu cavablar eyni olmadı. Eyni olmazsa deməli, hə, bu cavab bu tənliyin kökü ola bilər. Səriyə. Kökü ola bilər. Mənfi 0,5 böləndə üstünə gələndə 5-i, 5-dən 0,5-i çıxanda neçə qalacaq? O qalacaq müsbət nə? Müsbət. Deməli 4, 3,5. 12 bölünsün 3,5. Bu da bərabərdir. 4 bölünsün. Mənfi 0,5-in üstünə 2 gələndə nə eləyəcək? 1,5. 1,5. İndi çarpazına vuranda görək ödəyirmi? Çarpazına vuranda. 12-ni vuraq 1,5-ə. Elədi 18. Bərabərdir. 4-ü vuraq 3,5-ə. Elədi 14. Ödəmədi. Nədə səhv elədik biz burada? Görək. Mən 0,5. Müsbət 1,5. Burada 1,5 eləyir. Yox, burada yox. On 12-dən, 5-dən 3,5-i çıxanda. Beşdən 3,5-i çıxanda 1,5 eləyir. X 0,5 aldıq. X-imiz 0,5'dir. 5'dən çıxırıq 0,5'i. Elir 4,5. Bu 4,5 eləyir. Mən niyə bunu belə yapmışım? Bu da 18 elədi. Rəqəm səhvimiz oldu. 18. 18-18'e bərabər olduğuna görə bu əlir mənim tənliyimin köküdür. Aldığım cavab mənim tənliyimin köküdür. İndi gəlin bir dənə sizə vereyim. Kiminsə nəsə sualı var burada. Bir dənə şərtimiz oldu ki, məxrəc 0 olmur. Yəni məxrəc hansı rəqəmləri ala bilməz, onu 0-dan fərqli kimi qeyd edirik. Sonra da hər tərəfi çarpaz şəklində də vura bilərik. Kəsirdən azad da eləyə bilərik. O qayda ilə də gedə bilərik. İndi məsələn deyək nə? Bir dənə verək belə. X kvadratı çıx 3x bölünsün x çıx 2 bərabərdir mənfi 2 x çıx 2. Hə. Sürətli şəkildə yazın. Yox, burada 2 çıx x. Burada qoydularım 2 çıx x-dir. Sürətli şəkildə yazın görək. Bir dəqiqə vaxt verirəm.
Yazdınız. Keçirəm cavaba uşaqlar. İzahını yazıram. Siz də yazdığınızı yoxlayın. Hara kim bitiribsə yoxlasın. Deməli burada nə edirik? Burada biri x çıx 2'dir, biri 2 çıx x-dir. Yazırıq bunu x çıx 2. Yuxarıda yazırıq x kvadratı çıx 3x. Bu qaldı yerində. Burada da gətiririk x çıx 2 kimi yazmaq üçün. Yerini dəyişirik. Yazırıq x çıx 2. Bu da eləyir mənfi 2. Yuxarıdakı da mənfi 2 eləyəcək. Yenə baxaq, görək. Yuxarıdakı əvvəl müsbəti idi, indi mənfi 2 eləyəcək. Niyə görə? Çünki buradakı bu x-in mənfisi gəldi qabağa və getdi sürətdə dayandı da, belə deyədim, kəsr xəttinin önündə dayandı. İndi siz əvvəldən ora mənfi 2 yazmışdınız, müsbət yazmamışdınız. Yaxşı, gəl müsbətləşdirək. Olsun müsbət. Mənfi yenə gedəcək, o mənfi müsbətləşdirək. Yoxsa cavab kitabdakı ilə baxanda eyni olsun deyə. Bu mənfi var idi, belə deyək. Bu x-in qarşısındakı mənfi də gəldi, ora müsbətləşdirdi. Oldu müsbət. İndi hər tərəfi x çıx 2-yə vururuq. Kəsirdən azad eləmək üçün. Hər tərəfi vurub kəsirdən azad eləmək üçün x çıx 2-yə vururuq. Deməli, buranı vuranda bu x çıx 2 ilə gedəcək. Digər tərəfdə gedəcək. Yuxarıda nə qalacaq? X kvadratı çıx 3x bərabərdir 2-yə. İndi x kvadratı çıx 3x çıx 2 bərabərdir 0. Elə götürsək. Bərabərdir 0. Burada o bayaqçı olanda kvadratı olacaqdı. Toplama olacaqdı. Kvadratın açılışını yaza biləcəyik. İndi burada x1'imiz, x2'miz nədir? x1'imiz olur, gəlin belə deyək. 1 ilə 2. 1 və mənfi 2. Təni ilə götürsək, belə götürsək. X çıx 1, x üstə gəl 1, 2. Belə götürsək. Görək ödəyirmi? X kvadratı ödədi. 2x 2x bu da belə olacaq. Çıx 2 olacaq. Belə bir şey. X kvadratı çıx x bu 2 olsun. Ben belə deyim, bu 2 olsun. Bu 1 olsun. Bu da 1 olsun. Toplama olsun. Belə götürəndə alınmayacaq. Alınmayacaq. Gəlin bunu plus eləyək. Elə buradakı qayda ilə gedir. Çünki misalda alınmayacaq. Yazanda var. X çıx 2, x üstə gəl, x üstə gəl 2, x üstə gəl 1. Belə. İndi bir dəfə bunu x çıx 2 bərabərdir 0 eləyirik. X bərabərdir müsbət 2-yə. Bir dəfə də x çıx 1 bərabərdir 0, x bərabərdir müsbət 1-ə. Yəni x2-nin cavabı budur, x1-in də cavabı budur. x1 2-dir, x2 də 1-dir. Yəni məxrəc əgər hansı qiymətləri almırsa, ya çarpaz vura bilərsiniz. Mən burada niyə görə çarpaz vurmadım?
Çünki çarpaz vursaydım bu kuba gedəcəkdi. X kvadratını vuracağım x-cə kuba doğru gedəcəkdi. Ona görə elə hər tərəfə x çıx 2-yə vurdum, azad elədim. Əgər eyni dəyişənlər varsa, vururam, azad edirəm. Yox, ayrı-ayrıdırsa, o zaman çarpaz vururam. Aydındır?